İmam Zaman Nəhcül Bəlağədə. Əmir-əl-Möminin Həzrəti İmam Əlinin əleyhissalam dilindən Həzrəti Məhdi Əcələllahu Teala Fərəcəhuş Şərif. Xütbə 99-100. Allah Teala istədiyi bir vaxt sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni imam zamanı aşkar edənə qədər ləngiyəcəksiniz. Hələ ki zühuru baş verməyib, dünyaya üz tutmayan aranızdakı imama tamah salmayın, yersiz yerə tələb etməyin və qeybdə olan imam zamandan ümidinizi üzməyin. Xütbə 138. Cəmaatın doğru yolu öz nəfsinə çevirəcəyi, Həzrəti Muhammedin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri vaxt imam zaman qeyb pərdəsinin arxasından çıxaraq həvai nəfsi doğru yola və qurtuluşa yönəldəcək. Cəmaatın Quranı öz düşüncə və rəyinə çevirdiyi vaxt rəyi Qurana qaytaracaqdır. Xütbə 150. Ey zəmanə cəmaatı! Hər vəd olunmuşun gəlişinin vaxtı xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır. Agah olun! Bizdən əhl-i-beytdən olan fitnələri görən, fitnələrin şahidi olan kimsə imam zaman həmin fəsadların zülmətindən aydın çıraqla imamət və vilayət nuru ilə hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın və bir əsiri azad etsin. Kafirlərin birliyini dağıdıb, dağınığı, haqqı bir yerə yığacaq. Cəmaatdan gizlində olar, kafirlər nişanəsini görməz. Xütbə 152. Agah olun, günəş şəfəq saçaraq aşkarlandı və parıldayan parladı, üzə çıxan Həzrətin dövründə baş verən fitnə və döyüşlərin nişanələri aşkar oldu, əyri-yürürlük düzəldi. Allah Teala bir dəstəni başqa bir dəstəyə, bir gün isə başqa bir günə döndərdi. Biz qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi İslam dininin yayılması üçün vəziyyətin dəyişməsini gözləyirdik. Rəhbərlər 12 imam yaradılmışlara yol göstərmək üçün Allaha tabi olub onu bəndələrinə tanıtdırırlar. Onları tanıyandan başqa kimsə cənnətə daxil olmaz.